Təsəvvür mənim də videom çıxır da. Deyir ala bu şərəfsizlərə də izləməyin zaten. Alma cavabını. Haydi kirdi sənə. Niyə danışırsınız mən? Rusca da başqa dilimiz də onlar. Mən şəhərə çıxınca mən xəbərim. Nasılsın ben? Nə bilim ben. Gel bize tütteşe. Ay sen de bu boyda olardı o zaman. Sizcə bu sadəcə bir əyləncədir, yoxsa cəmiyyətimizin yavaş-yavaş sürdüyü rəqəmsal bir bataqlıq? Hər gün qarşınıza çıxan o keşfiyyat əslində sizin vaxtınızı yox, şuurunuzu oğurlamaq üçün qurulmuş bir tələdir. Bu gün bu pərdəni biz qaldırırıq. TikTok, Azərbaycanın o heç kimin danışmaq istəmədiyi, amma hamının izlədiyi qaranlıq üzünə səyahət edəcək. Xoş gəlmisiniz. Bura reallığın bitdiyi yerdir. Gəlin səmimi olaq. Telefonu əlimizə alırıq, məqsədimiz bəlkə də 5 dəqiqə başımızı qatmaqdır. Amma bir də ayılırıq ki, artıq gecə olub və biz tanımadığımız, bəlkə də həyatda heç vaxt salam verməyəcəyimiz insanların canlı yayımda bir-birini təhqir etməsinə baxırıq. Özünə yoxsa! Tula, danışığı ver! Danışığı ver! Azərbaycan TikTok segmenti. Bu ifadəni eşidəndə ağlınıza ilk nə gəlir? Elm, təhsil, incəsənət? Təəssüf ki, yox. Çoxumuzun ağlına ilk gələn şey söyüş, dilənçilik və mənəviyyatsızlıqdır. Amma bu videoda məqsədim kimisə linç etmək deyil. Məqsədim bu fenomenlərin niyə bu qədər məşhurlaşdığını və bizim, bəli, məhz sizin və mənim niyə onları izlədiyimizi anlamaqdır. Bugün Azərbaycanın ən sevilməyən, tənqid olunan, amma topda qalan TikTok tiplərini analiz edəcəyik. TikTok qəhrəmanları. Gəlin Azərbaycan TikTokunun qaranlıq ulduzlarını qruplaşdıraq. Onlar sevilmir, söyülür, amma hamı onları tanıyır və izləyir. Rəqəmsal dilənçilər. İri gövdəli, saqqallı kişilər və ya gənc qadınlar ekran qarşısında oturub heç bir məzmun yaratmadan sadəcə qışqırırlar. Dəstək olaq, vur, vur, bir dənə şir gəlsə filan şey eləyəcəm. Amma bu insanlar əmək sərf eləmədən sadəcə insanların emosiyaları ilə oynayaraq pul qazanırlar. Çünki səhər saat 7-də oyanıb, tıxacda qalıb, bütün günü fiziki və ya zehni əziyyət çəkən insanlar görür ki, bu adam ekranda meymunluq eləyərək bu pulu 1 saata qazanır. Bu ədalət hissini zədələyir ki, absurd dramalar, məntiqsiz, mənasız hərəkətlərlə gündəmə gələnlər. Epek zattığıyla hepsine dön. Ben oldum. Hareket ediyor. İşte ham bu ısrarında, ham bu ısrarı. Yerde bu bilmiyorlar ki. Sıkışsınlar bir yere, sıkışsınlar bir yere. Onların qabiliyyəti yoxdur, səsi yoxdur, yumoru yoxdur. Sadəcə qəribə hərəkətlər eləyərək diqqət çəkirlər. İnsanlar onlara utanc verici hissi yaşamaq üçün baxır. Biz onlara baxıb gülürük, amma əslində onlar bizə gülür. Çünki baxış sayı bərabərdir pul. 3. Ailə dəyərlərini satanlar. Ən təhlükəli qrup. Canlı yayında ən ağır, ən tərbiyəsiz söyüşləri söyləyənlər. Ana bacı müqəddəs deyərlər, amma bu onlar üçün heç nədir. Təəssüf ki, Azərbaycan segmentində ən çox izləyici yığanlar da elə onlardır. İzləyicilər şərhlərdə onları tənqid edir, amma yazdığınız hər mənfi rəy belə onları keşfətə salır. Keçək 4-cü hissəyə. Bu insanlar niyə sevinmirlər? Yaxşı, bəs bu insanlara qarşı olan ümumi nifrətin kökündə nə dayanır? Araşdırmaların zamanı yüzlərlə şərh oxudum və əsas iradları sizin üçün topladım. 1. Asan qazanc təbliğatı. Gənclərimiz bu videoları izləyir və düşünür. Oxumağa nə ehtiyac var? Gedib TikToka girib 2 dəfə təlxəli elib bahalı maşın sürəcəm. Bu təhsili və zəhməti gözdən salır. 2. Milli mənəvi dəyərlərin təhqiri. Azərbaycan cəmiyyəti ailəyə, böyüyə, hörmətə önəm verir. Amma TikTokda ən çox izlənən fenomenlər canlı yayında bir-birinin ən məhrəm məsələlərini ortaya dökür. Bu mədəni mentalitetimizi pozur və ölkənin imicinə ağır bir zərbədir. Aqressiya və zorakılıq. O sevilməyən fenomenlərin hamısı aqressivdir. Qışqırırlar, hədə-qorxu gəlirlər. Bu aqressiya ekrandan sızıb evlərimizə, məktəblərimizə dolur. Məktəblilər arasında artan bullyingin bir səbəbi də elə bu TikTok qəhrəmanlarıdır. 4-cü hissə. Psixologiya. Bəs biz bunlara niyə baxırıq? İndi gəlin iynəni özümüzə batıraq. Əgər bu adamlar bu qədər sevilmirsə, bəs necə olur ki, canlı yayımlarında 5000, 10000 adam olur? Onları məşhur edən kimdir? Biz. Biz bir şeyə nifrət etsək də ona baxmaqdan özümüzü saxlaya bilmirik. Niyə? Çünki o insanların səviyyəsizliyini görəndə özümüzü onlardan daha ağıllı və səviyyəli hiss eləyirik. Beynimiz deyir, bax sən belə deyilsən, şükürlər olsun. Bu da bizim egomuza sığal çəkir. TikTok alqoritmi sizi daim gərginlikdə saxlayır. O davalar, o qışqırıqlar beyninizdə həyəcan siqnalları yaradır. Siz nəticəni görmək üçün sona qədər izləyirsiniz. O sevilməyən fenomenlər bunu çox yaxşı bilirlər. Onlar bilərəkdən sizi qıcıqlandırır. Sizin yazdığınız hər mənfi rəy onların cibinə girən pul deməkdir. Onlar ləyaqətini satıblar, bəli. Bəs biz də vaxtımızı onlara satırıq. Həll yolu və sonluq. Bəs çarə nədir? TikToku bağlamaq,
Təbii ki də xeyr. Qadağalar həmişə marağı daha da artırır. Çarə sadəcə ignor etmək mədəniyyətidir. Siz o bəyənmədiyiniz insanı paylaşanda dostunuza göndərib buna bax nə gündədir deyəndə əslində onu reklam eləyirsiniz. Algoritm sizin nifrətinizi anlamır. O sadəcə aktivliyi görür. Əgər Azərbaycan gəncliyini, gələcəyimizi düşünürüksə, gəlin keyfiyyətli məzmuna dəstək olaq. Tarixdən, elmdən, texnologiyadan, hətta sağlam yumordan danışan gənclərimiz də var TikTokda, amma onlar trend olmur. Çünki onlara dəstək olmuruq. Gəlin bir qərar verək, söyüş söyənə, dilənçilik eləyənə, mənəviyyatı aşağı salana stop deyək. Onları izləməyək, şikayət eləyək və keçək. Unutmayın, tələb olmazsa təklif də olmaz. O təlxəylərin səhnəsi bizim telefonumuzdadır. Biz ekranı söndürsək, onların şousu bitəcək. Siz bu barədə nə düşünürsünüz? Səndən səhərə qədər seksting eləyəcəm. Ay yenə seksting söyüş deyil uşaqlar bu arada bir fəlsəfədir. Mütləq yazın, müzakirə edin. Videonu bəyəndinizsə kanala abunə olun ki, növbəti araşdırmalarımı qaçırmayasınız. Mən Myugo. Hələlik. Qardaşım halaldır sənə. Sən kanalı batıran bura uşaqlar. Girib abunə ola bilərsiniz qardaşımıza. Link attım bura.